Səhnənin sükutunda bir tarın səsi duyulur. Sanki səs notlardan yox, şəhidlik zirvəsinə yüksəlmiş bir gəncin ruhundan süzülür. Bu səs bir xatirə, bir ömür, bir izin melodiyasıdır. Həmin izlər gənc bir musiqiçinin barmaqlarından başlayıb, səngərlərin soyuq torpağına qədər uzanıb. Söhbət Milli Konservatoriyanın məzunu olan şəhid Toğrul Hacıyevdən gedir. Hələ erkən yaşlarından başlayan musiqi yolu onu böyük səhnələr fəth edərək pedaqoji fəaliyyətə kimi aparıb. Tarın simləri onun ən yaxın sirdaşına çevrilib. Bir vaxtlar ifa etdiyi səhnədə bugün onun doğum günü qeyd olundu. Musiqiyə onun sevgisi çox böyüdü qızım. Çox sevirdi sənətini. Toğrul yaşasaydı, Azərbaycan milli musiqimizi, tar sənətimizi dünyaya tanıdan bir sənətkar olacaqdı. Amma çox təəssüf ki, ömrü yarım qaldı. Amma ömrü yarım qalsa da onun xatirələri həmişə, hər an yaddaşımızdadır, onu sevənlərin yaddaşındadır. Mən qürur duyuram Toğrulla, fəxr edirəm Toğrulla. Çünki o musiqini sevdiyi kimi vətənini də sevdi. Vətəni üçün şəhid oldu. Torpaqlarımızı azad elədi. Bugün bizim başımız dikdir. Biz özümüz də Füzuli rayonundanıq. Artıq biz orada gedib yaşaya bilərik, rahat yaşaya bilərik. Ona görə də o səhnədən səngərə atıldı. 44 günlük vətən müharibəsində Füzuli rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Toğrul Hacıyev səngərdə şücaətlə savaşıb. O bizim qəlbimizdə elə bir xatirələr qoyub gedib ki, həm birincisi onu deyə bilərəm ki, bir tələbə kimi çox nümunəvi bir tələbə idi. İfaçı kimi çox gözəl, səliqəli bir ifaçı idi. O çox gözəl müəllimlik eləməyə başlamışdı, pedaqoji fəaliyyətlə məşğul olurdu. Arzular yarımçıq qaldı. İnandırım sizi ki, mən o qədər ondan razı idim ki, hətta özüm bəzən işim olanda, harasa gedəndə onu öz otağımda, öz yerimə qoyurdum ki, bilirdim, arxan idim ki, çox gözəl dərs keçir. Çünki muğamları çox mükəmməl bilirdi. Öyrəndiklərinin hamısını dəqiqliyi ilə ifa edirdi. 5 il Xalq Çalğı Alətləri Ansamblının solisti olmuşdu. Onu kiçik yaşlarından tanıyırdım. Bir müəllim olaraq onun haqqında onu deyə bilərəm ki, çox tərbiyəli, mədəni, çox istedadlı bir tələbə idi. Biz onunla xarici səfərlərdə çox olduq. Hətta bir dəfə Türkiyədə biz səfərdə olduq. Mənə oradan müraciət etdilər ki, orkestrdan bir tar ifaçısı göndərin. Mən əminliklə düşündüm ki, ancaq Toğrul o orkestrda gözəl ifa eləyə bilər. Tədbirdə şəhid Toğrul Hacıyevin əziz xatirəsinə həsr olunan film nümayiş etdirildi. Milli Konservatoriyanın təşəbbüsü ilə ərsəyə gələn ssenari müəllifi Aysel Fikrətə aid olan Tar səsində Vətən eşqi adlı ekran işində şəhidin uşaqlıq yolundan başlayan və tələbəlik illərinə qədər olan yolu əks olunub. Xanım Paşazadə, Kamran İsayev, Seymur Novruzov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.